Salam, çoxüzlər mövzusunun davamına baxırıq. 71 nömrəli sualda dördbucaqlı piramidanın oturacağı, tərəfi 6, iti bucağı 30 dərəcə olan rombdur. Həcmi 24 olarsa bizdən hündürlüyünü soruşur. Yəni burada piramidanın heç bir çəkməyə ehtiyac yoxdur. Sadəcə oturacağını çəksək, tərəfi 6 deyir və iti bucağı 30 dərəcə. Deməli piramidanın həcmi S bərabərdir 3də 1, oturacağının sahəsi vurulsun hündürlük. 24 bərabərdir 3də 1. Oturacağı rombdur. Rombun sahəsi iki tərəfi arasında qalan bucaq varsa a kvadratı sinus alfa. Yəni 6'nın kvadratı vur sinus 30'da 2'də 1. 36 2'yə böləndə 18. 18 h da yoxdur. 18'i 3'ə böləndə 6 dəfə. 6h bərabərdir 24'də h olacaq 4. Yəni düzgün cavab D variantı. Mail üçbucaqlı prizmanın yan tillər arasındakı məsafə 6, 8 və 10'dur. Yan tili isə 4 olarsa bu prizmanın həcmini soruşur. Deməli, prizmanın həcmi, yəni mail prizmanın həcmi, burada yazıram. Mail prizmanın həcmi, şəklini çəkəcəm. Həcmi, deməli, perpendikulyar kəsiyin sahəsi ilə tilin hasilinə bərabərdir. İndi gəlin əvvəlcə mail prizmanı çəkməyə çalışaq. Deməli, biz burada ədədlərə baxanda görürük ki, 6, 8, 10 Pifaqor ədədlərdir. Yəni, bu mail prizmanın kəsiyi düzbucaqlı üçbucaqdır. Həmin perpendikulyar kəsik düzbucaqlı üçbucaqdır. Baxın, bunlar arasındakı məsafə, deyək ki, tillər arasındakı məsafə 6, 8, 10'dur. 6, 8, 10'dur. Bura 6, 8, 10 olsun. Deməli, bu düzbucaqlı üçbucaqdır. Həmin perpendikulyar kəsik düzbucaqlı üçbucaq olduğuna görə sahəsi katetləri hasilinin yarısı. 6 vur 8, 48, 2'yə böləndə 24. Eli də yan tilində 4 veriblər. Bura 4 yan tildir. Olacaq həmin prizmanın həcmi 24 vurulsun 4, yəni 96 D variantı. 73 nömrəli sualda həcmi 64 olan kubun bir təpədən çıxan 3 tilinin ortasından müstəvi keçirilmişdir. Alınan müstəvi kəsiyin sahəsini tapın. Əvvəlcə kub çəkirik. Kubun hər bir üzü kvadratdır və kubun bütün tilləri bərabərdir. Kubun həcmi tilin kubuna bərabərdir. Yəni V bərabərdir A kubu. 64 bərabərdir A kubuna. Deməli buradan kubun tili olacaq 4. Baxın, deməli burada bir dənə təpə götürürəm. Deyir ki, bu bir təpədən çıxan 3 tilinin ortasından müstəvi keçirilmişdir. Bu təpəni götürürəm və buradan çıxan 3 dənə til var burada. Baxın, 1, 2, 3. Və həmin 3 dənə tilin ortasına baxaq. Ortalarını götürək. Bura ortadır, bura ortadır. Bir də bu nöqtə orta nöqtədir. Həmin ortaları birləşdirirəm. Burada bir kəsik alınır. Bizdən həmin kəsiyin sahəsini soruşur. Kubun hər bir tili 4 olduğuna görə, baxın, deməli, 4'dürsə bu ortalarını birləşdir demişdi də. Bura olacaq 2, bu da olacaq 2. Eyni qaydada kubun tili 4 olduğuna görə bura 2, burada 2'dir. Və eyni qaydada bura 2, burada 2'dir. İndi baxın buradakı üçbucağa. Və bu kubun bir təpədən çıxan 2 tili birbirine perpendikulyardır. Yəni bunlar arasında qalan bucaq 90 dərəcədir. 2, 2'dirsə hipotenuz olacaq 2 kök altda 2. Yeni eyni qaydada bu üçbucaq üçün 2, 2'dirsə hipotenuz 2 kök altda 2. Burada da 2 kök altda 2. Və burada alınan bu ABC kəsik bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın sahəsi A kvadratı kök 3 bölü 4. Yəni 2 kök altda 2'nin kvadratı vurulsun kök altda 3 bölü 4. 2 kök altda 2'nin kvadratı 8, 4'ə böləndə 2, yanında da kök 3. Yəni müstəvi kəsiyin sahəsi 2 kök altda 3'ə bərabərdir. 74 nömrəli sualda düzgün dördbucaqlı piramidanın oturacaqdakı iki üzlü bucaq 60 dərəcədir. Əvvəlcə düzgün dördbucaqlı piramida çəkirik. Deməli, oturacaqdakı iki üzlü bucaq 60 dərəcədir. Oturacaqdakı iki üzlü bucaq, deməli burada yan üzün hündürlüyünün oturacaq müstəvisinə gətirdiyi bucaq nəzərdə tutulur. Yəni baxın, buradan piramidanın özünün hündürlüyünü çəkirəm. Bunlar arasında qalan bucaq soruşur. Yəni apofemlə oturacaqdakı figurun daxili çəkilmiş çevrənin radiusu. Yəni bu kiçik R arasındakı bucaq. Bura 60 dərəcədir. Bizdən soruşur ki,
oturacağının tərəfini tap və oturacaq ilə yan üzünün sahələri cəmi 48-dir. Oturacağının tərəfinə 2A deyirəm. Bura 2A. Bura 2A-dırsa bu kiçik R. Bilirik ki biz kvadratın daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısına bərabərdir. Bura A-dır. 90-60-dırsa buradakı bucaq 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısına katet, hipotenuzun yarısı. Deməli buradakı apofem olacaq 2A. İndi oturacağının sahəsi kvadrat olduğuna görə 2A-nın kvadratı, yəni 4A kvadratı və bir yan üzün sahəsini tapsaq, bir üzün sahəsi 2-də 1, hündürlük 2A, 2A-nın çəkildiyi tərəfdə yenə 2A. Olacaq 2-lər ixtisar gedir, 2A kvadratı. İndi bunların cəmi 48-dir. Yəni 4A-nın kvadratı ilə, amma biz bilirik ki bu 4 bucaqlı piramidasa 4 dənə yan üzü var. 4-ü vuracağım bir üzün sahəsinə, yəni 2A kvadratına bərabərdir 48. Bu bizə verir 12A kvadratı bərabərdir 48-ə. A kvadratı 48-i 12-yə böləndə 4, A da olacaq 2. Oturacağının tərəfini soruşur. A 2-dir, 2-ni 2-yə vuranda olacaq cavab 4. C variantı. 75 nömrəli suala baxaq. Evin dam örtüyü 4 bucaqlı piramida şəklindədir. Bu evin döşəməsi və tavanı tərəfləri 6 və 8 olan düzbucaqlı şəklindədir. Dam örtüyün bütün yan tilləri 13, evin ümumilikdə hündürlüyü 20-dir. Evin dam örtüklə birlikdə həcmini tapın. Əvvəlcə gəlin, deməli bu evin dam örtüyünü çəkək. Deyək ki, evin dam örtüyü 4 bucaqlı piramidadır. Əvvəlcə 4 bucaqlı piramida çəkirik. Deməli 4 bucaqlı piramida. Bu təpədə bir nöqtə götürsək, bunları birləşdiririk. Bu olacaq, deməli, piramida. Piramidanın həcmi oturacağının sahəsi və hündürlüyü hasilini tapıb 3-ə bölürük. İndi bizə deyir ki, bu evin döşəməsi və tavanı tərəfləri 6 və 8 olan düzbucaqlıdır. Yəni bunun altında da elə bir ki, bu dam örtüyüdür. Bunun aşağısında, yəni döşəməsi də var bunun. Döşəmənin də, yəni döşəmə və tavan birlikdə eni və uzunluğu eynidir. Yəni bura yazıram 6 və 8. Bizə nə deyir? Dam örtüyün bütün yan tilləri 13-dür. Bura 13-dür. Evin ümumilikdə hündürlüyü 20-dir. Evin dam örtüklə birlikdə həcmini soruşur. İndi biz burada nə edəcəyik? Əvvəlcə burada piramidanın özünün hündürlüyünü çəkirəm. Gəlin əvvəlcə piramidanın özünün hündürlüyünü tapaq. Bura O nöqtəsi. Onu mən təpə ilə birləşdirməliyəm ki, hündürlüyü tapa bilim. Yəni böyük aşı tapmaq üçün buradakı təpə ilə birləşdirəm və bu böyük R-dir. Böyük R oturacaqdakı fiqurun xaricinə çəkilmiş çevrənin radiusudur. Oturacaqdakı fiqur düzbucaqlıdır. Düzbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu diaqonalın yarısına bərabərdir. Diaqonalımız 6-8 isə 10-dur. Yəni hipotenuz. Onu 2-yə böləndə olacaq xaricinə çəkilmiş çevrənin radiusu 5. Bura 5-dirsə Pifaqor ədədləridir. Biz böyük h-ı tapa bilərik. Yəni h-ın kvadratı üstə gəl 5-in kvadratı, 13-ün kvadratı. Buradan h tapırıq ki 12-dir. H 12-dir. Baxın bu deməli dam örtüyünün hündürlüyüdür 12. Bizə deyir ki evin ümumilikdə hündürlüyü 20-dir. Həmin 20-dən 12-ni çıxıram, qalır 8. 8 də bu aşağıdakı, yəni oturduğumuz yer düzbucaqlı paralelpipeddir. Həmin düzbucaqlı paralelpipedin hündürlüyü 8-dir. İndi əvvəlcə biz, baxın, burada da düzbucaqlı paralelpiped çəkim. Bu düzbucaqlı paralelpipeddir. Yəni bu oturduğumuz yerdir. Bu üstdəki isə dam örtüyüdür. Dam örtüyüdür. Bu oturduğumuz evlə dam örtüyün birlikdə hündürlüyü 20 verilmişdi. 12 dam örtüyün hündürlüyüdür. Deməli bu 8 oturduğumuz otağın hündürlüyüdür. Və bu 6-8 bu yuxarıdakindən uyğun gəlmişdi də. Bura 8-6 idi. Deməli burada 6-8-dir. İndi bu paralelpipedin həcmi oturacağının sahəsi vurulsun hündürlük. 6 vur 8 düzbucaqlının sahəsi vurulsun hündürlük. Bu ədədlə indi neçə alınırsa, bir də bu üstdəki piramidanın həcmini tapmalıyıq. Piramidanın həcmi isə 3-də 1 oturacağının sahəsi vurulsun hündürlük. 3-də 1 oturacağının sahəsi 6 vur 8, hündürlük də 12. 6-nı 3-ə böləndə 2. 2 vur 12, 24, 24-ü 8-ə vurmalıyıq. Olacaq 2 dəfə 3 yadda, 16, 192. Burada isə 8 vur 8, 64, 64-ü 6-ya vuranda 36,
6 vur 4, 24. 2 yadda 384. Yani bizden ne soruşurdu? Bizden ümumi həcmi soruşurdu. Yani evin dam örtüklə birlikte həcmini soruşurdu. Bu ikisini toplamalıyıq. Yani 384 ilə 192'ni toplayanda verir bize 576. Var variantlarda elə bildim yoxdur. Yani hesablama səhvimi etmişəm deyə. Yani düzgün cevap Y variantı. Baxırıq 76 nömrəli suala. Üzlərinin diagonalları kök altda 13, 2 kök altda 5 və 5 faizli uzunluqda olan paralelpipetin səthinin sahəsini soruşur. Deməli, düzbucaqlı paralelpipet çəkirik əvvəlcə. Düzbucaqlı paralelpipetin eni, uzunluğu və hündürlüyü var. Yəni A, B, C. Üzlərinin diagonalları da deməli, baxın, bu diagonal olsun kök altda 13. Rəngi dəyişim ki, daha aydın göstərə bilim. Bura kök altda 13 olsun. Deməli, tərəflər də deyək AB. Yəni burada diagonal tərəfin kvadratları cəminə bərabər idi. Kök altda 13'ün kvadratı. Buradan A kvadratı üstəgəl B kvadratı bərabərdir 13 alınır. Digər tərəfdən bura C desək, bu ikisini birləşdirəndə burada yenə düzbucaqlı üçbucaq alınır. B kvadratı üstəgəl C kvadratı. Bu diagonala da 2 kök altda 5 deyirəm. Yəni 2 kök altda 5'in kvadratı. B kvadratı üstəgəl C kvadratı olacaq 20. Və digəri 5 vahiddir. Deməli, o da A-nan C-dir. Yəni, burada göstərsəm, bura C-dirsə, burada C-dir. Bu üzün diagonalı da olsun A və C. Yəni, A kvadratı üstəgəl C kvadratı 5'in kvadratı. A kvadratı üstəgəl C kvadratı bərabərdir 25'i. Deməli, davam eləyək. Bizdən paralelpipetin səthinin sahəsini soruşur. Paralelpipetin tam səthinin sahəsi S tam bərabərdir 2. AB üstəgəl BC üstəgəl AC. İndi burada bizdə 3 dənə kəmiyyət var. Yəni 3 dənə ifadə var daha doğrusu. A kvadratı üstəgəl B kvadratı 13. B kvadratı C kvadratı 20 və A kvadratı üstəgəl C kvadratı 25. Biz bu ikisini tərəf-tərəfə çıxa bilərik. Biz bu ikisini tərəf-tərəfə çıxsaq, yəni burada yazıram. A kvadratı üstəgəl B kvadratı bərabərdir 13'ə. Buradan və B kvadratı üstəgəl C kvadratı bərabərdir 20. Bunlar tərəf-tərəfə çıxanda B kvadratlar islah gedir. C kvadratı minus A kvadratı bərabərdir 7 alınır. Və aşağıda da yazıram ki, A kvadratı üstəgəl C kvadratı da 25 idi. Bunlar tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayanda A kvadratlar islah gedir. 2C kvadratı 25 və 37, 32 olacaq bu. C kvadratı 16'ya, C də olacaq 4. C 4'dürsə, gətirib burada yerinə qoyuram. B kvadratı üstəgəl 16 bərabərdir 20'yə. B olacaq 2. B 2'dirsə, A kvadratı üstəgəl 4 bərabərdir 13'ə. A da olacaq 3. Gətirib burada yerinə qoyuruq. 2 vur, A vur B. Yəni 3 vur 2, 6. B vur C, 2 vur 4, 8. A vur C, 3 vur 4, 12. Olacaq cavab 52. Baxıraq 77 nömrəli suala. Üçbucaqlı prizmanın yan üzlərinin sahəsi 6, 8 və 10'dur. Hündürlüyü 2 olarsa həcmini soruşur. Əvvəlcə üçbucaqlı prizma çəkirik. Deməli, yan üzlərinin sahələri verilib 6, 8 və 10'dur. Bunları birləşdirsək, baxaq görək. Və hündürlüyünü bizə 2 veriblər, həcmini soruşur. Hündürlük olsun və 2. Bura A deyək. Deməli, bu tərəfə B deyək, burada C deyək. Bura C-dirsə, bu da hündürlükdür, bu da 2'dir. Bir də bu 2 ilə arxa üzdə B-dir. İndi sahələrini tapa bilərik, baxın. Bu sahəyə S1 deyək, adlandıraq bunu. Buna S1 deyək, bu üzün sahəsi düzbucaqlıdır. Düzbucaqlının sahəsi eni vur uzunluq, yəni 2 vur A. 2A bərabərdir 6'ya, A da bərabərdir 3'ə. Bu üzün sahəsinə deyək 8. 2C bərabərdir 8'ə, C olacaq 4. Eyni qaydada bu arxadakı üz tərəf 2'dir, bu da B'dir, 2B. Burada yazıram bunda. 2B bərabərdir 10'a, B də olacaq 5. Tərəflərə fikir versək 3, 4, 5. Deməli, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın katetləridir, yəni. Bizdən həcmini soruşur. Prizmanın həcmi, oturacağının sahəsi vurulsun hündürlük. Oturacağı düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısı vurulsun.
Bunlar biz burada A ilə C-ni katet kimi götürmüşəm. Yəni normalda biz düzbucaqlı, üçbucaqda görmüşük. Yazmışıq ki, AB katet, C hipotenuz. Mən sadəcə burada adlandırmanı düzgün etmədim. Yerlərini dəyişdim daha doğrusu. 3 vur 4 böl 2. Hündürlüyünü də bizə 2 vermişdilər. Olacaq cavab 12. Yəni D variantı. 78 nömrəli sualda üçbucaqlı prizmanın oturacağı, tərəfləri 5, 6 və 9 olan üçbucaq, hündürlüyü isə 6 kök altda 3-dür. Əvvəlcə gəlin üçbucaqlı prizma çəkək yenə. Üçbucaqlı prizma tərəfləri müxtəlif ədədlərdir. Yəni 5, 6, 9, yəni düzbucaqlı üçbucaq ya hər hansı bir üçbucaq növü deyil. Ona görə indi bizə nə deyir baxaq görək. Bunları birləşdirdik, alındı üçbucaqlı prizma. Tərəflərinə deyirəm 5, 6 və 9 olsun. 5, 6 və 9. Hündürlüyü də 6 kök altda 3. İndi bizə deyir ki, bu prizmanın yan tilindən, yan til 6 kök altda 3'dür. Yan tilindən və baxaq, oturacağının ən böyük tənbölənindən keçən kəsiyin sahəsini soruşur. Oturacağı üçbucaqdır. Üçbucağın ən böyük tənböləni ən kiçik tərəfə çəkilən tənböləndir. Buradan keçən müstəvini soruşur. Bunu eyni qaydada aşağıdakı üzün tənbölənini çəkirəmsə, yuxarıdakı üzün də tənbölənini çəkim. Bunları birləşdirəndə burada müstəvi kəsik alınır. Deməli, bu kəsik düzbucaqlıdır. Həmin düzbucağının sahəsini soruşur bizdən. Gəlin, əvvəlcə biz burada tənböləni tapaq. Tənböləni tapmaq üçün bu üçbucaqda bura x deyirəm. Burada deyirəm 5 minus x. Burada tənbölənin xassəsinə əsasən, yəni 9'un x-ə nisbəti bərabərdir. Olacaq neçə? Deməli, 9'un x-ə nisbəti 6'nın da 5 minus x-ə nisbəti. 9 vur 5, 45 minus 9x bərabərdir 6x'ə. Verir bizə bu 9 böl x bərabərdir 6 böl 5 minus x. Düzgün yazdıq da. Bəli. 45 bərabərdir 9 üstə gəl 6, 15x. X olacaq 3. X 3'dürsə, bura 3'dür. Burada olacaq 2. İndi biz bu tənbölənin uzunluğunu tapsaq, tənbölənin uzunluğu kökün altında 9 vur 6 minus 3 vur 2. Bu da bizə verir 54 minus 6. 54'dən də 6 çıxanda kök altda 48. Yəni 4 kök altda 3. Həmin müstəvi kəsiyin sahəsi düzbucaqlı olduğuna görə 6 kök altda 3'ü vururuq 4 kök altda 3'ə. Bu da verir bizə 72. Yəni C variantı düzgün cavabdır. Sizcə diaqonalı D olan kubun həcmi hansı ola bilər? Əvvəlcə kubun həcm düsturunu yadımıza salaq. Kubun həcmi V bərabərdir A kubu. Və kubun diaqonalı isə D bərabərdir A kök altda 3. Burada bizə deyir ki, diaqonalı kiçik D ilə işarələ. Deməli, kiçik D bərabərdir A kök altda 3. Buradan A-nı D ilə əvəz etsək, A bərabərdir kök altda 3'də D. Aparıb yerinə qoyuruq. V bərabərdir D böl kök altda 3'ün kubu. Hər tərəfi kuba yüksəltsək, D kubu bölünsün kök altda 3'ün kubu. Kök altda 3'ün kubu, kök altda 3'ün kvadratı 3, yanında da kök 3 olacaq D kubu. Bərabərdir. Məxrəci irrasionallıqdan azad edirik, kök 3'ün qoşmasına vururuq. 3 kök 3'ü kök 3'ə vuranda 3 vur 3, 9. Yəni düzgün cavab B variantı. Düzgün üçbucaqlı piramidanın oturacağının tərəfi 12, apofemi 8 olarsa, yan tillərinin uzunluqları cəmini soruşur. Əvvəlcə üçbucaqlı piramida çəkirik. Deməli, xaricdə bir nöqtə götürürük və bu nöqtələri üçbucağın təpələri ilə birləşdirirəm. Alınan fiqur üçbucaqlı piramida. Necə gözəl şəkil alındı. Üçbucaqlı piramidanın oturacağının tərəfi 12'dir. Düzgün yazıldığına görə, yəni düzgün üçbucaqlı piramida olduğuna görə oturacağı bərabər tərəfli üçbucaqdır. Apofem 8'dir. Apofem nədir? Apofem yan üzün hündürlüyüdür. Buradan hündürlük çəkirəm. Bura olacaq deməli apofem 8. Və burada yan tillər bərabər olduğuna görə burada alınan ABC üçbucağı bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm median, həm də tənböləndir. 8, burada 12, 6, 6 olaraq bölünəcək. Burada 6'dır, burada 6'dır. Düzbucaqlı üçbucaq 8, 6 olarsa, hipotenuz yəni BC yan tili olacaq 10. Bizdən yan tillərinin uzunluqları cəmini soruşur. Neçə yan til var? Adlandıraq bunu da.
Deməli, bir yantil BK, BA və BC yantili var. Bunların da cəmi 10 plus 10 plus 10, yəni 30. Yantillərin uzunluqları cəmi 30-a bərabərdir.